Saatsaz Yusif isə 2026-cı ilin saat dəbi haqqında eksklüziv məlumatlar verdi. Zaman sürətlə gəlib keçsə də xatirələr qocalmır. Gəlin görək həyatımızı və günümüzü tənzimləyən saat əslində nə vaxt və necə yaranıb? Bu dəfəki qonağımız Saatsaz Yusifdir. Salam Yusif, xoş gəlmisən. Aleyküm salam, çox sağ olun. Saat mexanizmlərində son zamanlar bilirsiniz ki, texnologiyada dəyişikliklər və yeniliklər olur bu barədə. Dəyişikliklər əsasən bu dəqiqə elə olur ki, məsəl üçün smart saatlar var ki, onlara zəng gəlir, bildiriş gəlir və yaxud başqa funksiyalar olur. Yəni belə dəyişikliklər var. Yəni artıq müasir zaman saatlar onlardır. Bəs siz ustaların saatlarda ən çox etdiyiniz səhv? Mən sizə belə bir söz deyim də, səhvə yol vermə deyəndə ki, saata əgər sökən diqqətlə fikir verirsəniz, səhvə yol verməməlisən. Çünki oradakı detallar bilirsiniz, çox xırdadır. Mən digər verilişlərdə də sizi çəkmişəm də, gəlib hətta sizin iş yerinizdə belə çəkmişik. Çox onun xırda detalları var da. Yəni necə dəqiqliklə sökürsüz və dəqiqliklə də o sökdüyünüz detalları yerinə qoyursunuz. Nə itmir, çox xırdadır. Yəni lupa ilə görünəcək dərəcədə xırdadır. Bəli, düz elə saatlar var ki, onlarda xırda çaxlar var ki, özü hər çaxın öz yeri də var. Gələ yerini düz oturtasan onu. Yenə deyirəm, əgər diqqətlə baxmasan çətin çəkəcəz. Gəl sökəndə baxasan hansı çax hərdən çıxdı. İndi belə deyək də, bəzi ustalar var ki, rastlaşırıq. Məsələn, mən yox, mənim bir yaxınım rastlaşıb. Bir saata aparıb və keyfiyyətsiz materiallardan istifadə edib. Bu barədə ustalara nə demək istərdiniz? Çalışmaq lazımdır ki, keyfiyyətli görmək lazımdır. Yəni nə qədər ki, keyfiyyətli görsələr, bir o qədər müştəriləri çox olar. Məsələn üçün, olubmu ki, müştəri gətirib saatını və o bahalı bir saat olub, onu qəmgin halda yola salmışsınız ki, bu saat artıq düzəlməyəcək? Olub əlbəttə. Yəni o saat olub görmüşəm, məndə bunun detalı yoxdur. O cümlədən demişəm ki, bunun detal tapma çətin məsələdir. Yəni düzələn deyil bu. Daha mənə deyil, hətta mənə deyirlər ki, bunu mən harda düzəldə bilərəm. Deyirəm, vallahi bilsəm özümə düzəldərəm. Hətta məndən harda düzəldə bilərsəm bunu. Yəni ki, belə deyək də, siz olub ki, yəni bir şey düzəldə bilməmisiniz ki, yəni bunu mən bacarmıram, amma başqa bir yerdə bacarırlar. Əgər həmin saatin detalı kimdəsə varsa, əlbəttə düzəldə bilər. İndi məndə yoxdur, yəni o deməkdir ki, kimdəsə yox, bəlkə kimdəsə var. İndi o müştəri özü axtarmalıdır, başqa ustalarda onu. Məsələn, saat bazarında bilirsiniz ki, firma saatlar var ki, yetərincə şişirdilmiş qiymətlər olur. Bu barədə nə deyərsiniz? Qiymətlər düzdürsə, qiymətlər ümumiyyətlə yəni müxtəlifdir. Hərə bir qiymətə satır. Yəni bir 300-ə satır, məsələn bir 500-ə satır. O bilmək olmurdu onu. Yəni bazar kim neçə istəyir satır. Məsələn, bir çox brend saatlarını deyirlər ki, Çində yığılır da. Yəni bu doğrudur yoxsa? Düzdür, bəli, Çində yığılan saatlar var əlbəttə ki. Görürsünüz, misal üçün hansısa bir ölkənin saatıdır, amma Çində yığılıb. Amma mexanizm olay mexanizm yığılır da, yəni Çin mexanizmi yığılmır, yəni orijinal yığılanda. Ən çox müştərilərin şikayət elədiyi saatda mexanizm. Ən çox müştərilərin şikayət elədiyi, ən çox saatda bu açar deyilən yeri var, nazik rezbəyə bağlanır. Ən çox o qırılır orada, vaxtda görürsə, həmin bir detal tez-tez qırılır. Sizə bir belə deyim də, hissiyatlı bir sual verim belə ki, bəzi müştərilər saat ucuz olduğuna görə onun biraz qiymətinə varmır və ucuz hesab edir. Bu sizi necə incidirmi ki, yəni əşi ucuzdur da, siz məsələn üçün detalın qiymətini deyəndə ki, o da deyirsiniz ki, filan qiymətdir, o da deyir ki, əşi elə ondan sonra gedib saat alaram. Düzdür, saat var ki, məsələn, baxırsa ucuz saatı deyirsən ki, 10 manat düzəldərəm, deyir 5 manat almışam, onda gedib bir dənə də aldı elə. Olur elə şeylər. Yusuf, artıq sən 17 ildir bu sənətdəsən, artıq peşəkar sayılırsan, amma şəxsən mənə rast gəlmir, belə deyək, bu acınacaqlı da acınacaqlı deyil, bilmirəm. Son zamanlar gənclərin necə bu saat təmirinə də, yəni maraq var, yoxdur. Mən elə gəlir azalıb, amma nədən azalıb? Sizə bir söz deyim də, əvvəllər peşə məktəbləri olub, gəlib oxuyublar peşə məktəblərini. İndi peşə məktəbləri yoxdur, yəni öyrənmək istəyən gəlib usta yanında öyrənsin. İndi hər usta da razı olmur ki, axı kimisə öyrətsin. Yəni o da o baxımdan azalıb indi bu ustalar. Bilirsiniz ki, artıq rəqəmsal dövrdəyik. Mexaniki saatlara artıq maraq azalır deyəsən get-gedə. Yəni mənim fikrim budur. Buna münasibətiniz?
Maraq azalsa da amma yenə mexanik saatlardan istifadə edən var. Məsələn, smart saatlar bayaq dedim, onların təmiri yoxdur ki, o xarab oldu və salam. Ona görə yəni bunlar tələbat olacaq həmişə. Bax deyirik A klass. Saatlar var ki A klassdır. Yəni ki belə deyək, əslinə daha yaxındır da, yəni A klass. Bəs yaxşı A klass əgər ona daha yaxındırsa, yəni belə deyək də əsli ilə, yəni originalı ilə A klass. Məsələn A klass originaldan ucuz olur da, nə qədər olmasa. Mən gedib A klass alıram da. Yəni bunların fərqi nədir ki? Məsələn, mən eyni saat görmüşdüm. Biri 4000 idi, biri 500 manat idi. Hublot firmasının saatı idi. Orada məsələn baxırdın, acı baxanda görürdün ki, onun rəngi fərqlidir. O orijinal daha şəffafdır, bu rəngi solğundur. O mexanizmi Kitayda, bunda İsveçrədir. Yəni beləncə olur da fərqləndirmək olur onları. Heç yorulmusunuz ki, mən niyə məhz bu sənəti seçdim? Xeyr, yorulmamışam. Mən öz sənətimi sevirəm. Çox sağ olun, maraqlı müsahibə üçün. Hələlik.